Gəlin sizə uşaqlar söyləyim bir hekayə. Dozan qurdu edirdi yalqızlıqdan şikayət. Soğan qabıqlarından bir çadıra tikdi şık-şık. Fındıq qabıqlarından çarıq geyimdi tık-tık. Ətir vurdu başına, bəzək vurdu özünə. Qara yaxdı qaşına, sürmə çəkdi gözünə. Naz ilə yavaş-yavaş yola düzəldi bir baş. Çol çəməni gəzirdi, axtarırdı bir yoldaş. Göy təpənin döşündə oturmuşdu bir çoban. Dedi, a dozan qurdu, hara gedirsən dayan. Dozan qurdu çevirdi qara muncuq başını. Acıqlanıb dayandı, oynatdı göz qaşını. Dedi, hey a çoban, bir yaxşı aç gözünü. Bax gör kiməm, anla bir söylədiyin sözünü. Mənə eldə obada tık-tık xanım deyərlər. Biraz düşünüb danış, kobud olma bu qədər. Baban dedi, bağışla, qurban o şirin dilə. Tık-tık xanım de görüm, hara gedirsən belə. Tık-tık xanım oynatdı qara muncuq başını. Gözlərini süzərək çatdı qara qaşını. Dedi, çoban bağışla, ömürlər çox gödəkdir. Bu çöllərdə yalqızam, mənə yoldaş gərəkdir. Çoban yanaşdı ona, söylədi, ay qaraqaş, bu ellərdə tapılmaz mənim kimi bir yoldaş. Gəl burada qal dost kimi, səni tutaram əziz. Ağzıma bir tikə də inan qoymaram sənsiz. Tık-tık xanım söylədi, acıqlandırsam səni. Doğru söylə ay çoban, nəylə döyərsən məni? Çoban qapdı çomağı, dedi bununla bir bax. Dozan qurdu qorxudan, qaçdı tez oradan uzaq. Getdi bu dəfə, tülküyə oldu düçar. Tülkü dedi bir dayan, dozan qurdu sözüm var. Gəlin kimi özünə vurub yaraşıq bəzək. Hara gedirsən belə? Durma, söylə, a göyçək. Dozan qurdu çevirdi qara muncuq başını. Acıqlı bir tövr ilə oynatdı göz qaşını. Dedi, nə söyləyirsən? Gözlərini yaxşı sil. Diqqətlə bax gör kiməm, danışdığın sözü bil. El bilir, ölkə bilir, tık-tık xanımdır adım. Tülkü dedi, ay xanım, bağışla tanımadım. Adını bilməyirdim, xanım, bağışla məni. Dilim ağzım qurusun, yaman incitdim səni. Ay tık-tık şık-şık xanım, hara gedirsən belə? Gəl bu tülkü lələni, nigaran qoyma söylə. Tık-tık dedi, a tülkü, ömürlər çox gödəkdir. Bu çöllərdə yalqızam, mənə yoldaş gərəkdir. Tülkü dadlı dil ilə söylədi, ay qaraqaş bu ellərdə tapılmaz, mənim kimi bir yoldaş. Çox gözəl bir sözüm var, durma başa sal məni. Məni nəylə döyərsən, acıqlandırsam səni? Tülkü dedi, salaram səni iti dişimə, çeynəyərəm, didərəm, gedərəm öz işimə. Dozan qurdu bu sözdən diksinərək, qorxaraq, çadrasını yelləyib, qaçdı tez oradan uzaq. Tık-tık xanım gedirdi, arxasına baxmadan. Birdən onun yolunu kəsdi bığlı bir sıçan. Qarşısında şöngədi, qulağını diklədi, şirin-şirin dil açdı, ona belə söylədi. Saçı uzun Suray xanım, boynu uzun Buray xanım, sığal verib qara telə, gözəl xanım hara belə? Bu söz ona xoş gəldi. Aşdı tez yaşmağını, çadrasını yellətdi, oynatdı başmağını. Dedi, yalqızlıq sıxır məni, gözüm Siçan bəy, özümə layiq yoldaş axtarıb tapam gərək. Siçan dedi, mən kimi yaxşı yoldaş tapılmaz. Gəl bir yerdə yaşayaq, damağı, çax, keyfi, saz. Dedi, sənə sözüm yox, ancaq başa sal məni. Söylə nəylə döyərsən, acıqlandırsam səni. Siçan dedi, yavaşca quyruğumu bükərəm. O incə göz qaşına qara sürmə çəkərəm. Tık-tık xanım çadranı yellətdi çox sevincək. Söylədi, bu şərtə mən razıyam, di gəl gedək.
Tez verdilər əl-ələ, yoldan İraq keçdilər. Sıçanın daxmasında bir ay yeyib içdilər. Bir gün Sıçan bəy dedi: "Ay tık-tık şık-şık xanım, mənim gözəl yoldaşım, mənim ciyərim canım. Bugün xanım evində toy var, dadlı yemək var. Kəkər, noğul qatlama, fətir, yağlı çörək var. Sən yuvadan çıxma ha, mən gələnədək dayan." Tık-tık razılıq verdi, düzəldi yola Sıçan. Sevincək xan evinə gedirdi yorğa-yorğa. Saraya yetişincə sıxıldı bir bucağa. Qatlamanın oğlu xırt-xırt ilə yeyirdi. Bığlarını silərək öz-özünə deyirdi: "Tık-tık xanım yalqızdır, onsuz haramdır yemək. Bu noğuldan, şəkərdən ona aparım gərək." Dozanqurdu yuvada yalqız qalıb darıxdı. Həm də biraz susuzdu, durdu yuvadan çıxdı. Gəldi bir yor ağzına, baxdı o yan bu yana. Bir çuxurda su görüb tık-tık yanaşdı ona. Əyilib su içəndə birdən düşdü çuxura. Gördü ki lap boğulur, əl atdı ora bura. Sudan çıxa bilmədi. Bağırdı: "Ay vay kömək!" Ancaq onun səsini eşitmədi Sıçan bəy. Gördü gəlir atlılar, şirin söhbət edirlər. Batıb qızıl gümüşə xan evinə gedirlər. Çuxurda su içində onun halı ağırdı. Birdən uca səs ilə atlıları çağırdı. Tarab turub atlılar, atları qanadlılar. Xan evinə gedərsiz, Sıçan bəyə deyərsiz: "Saçı uzun Suray xanım, boynu uzun Buray xanım. Düşübdü su çuxuruna, tez özünü yetir ona." Atlılar bu hər tərəfə durub diqqət etdilər. Görmədilər bir nəfər, yola düşüb getdilər. Xan evinə çatınca hamı atından endi, doluşdular saraya. Xan məclisə şənləndi, hörmət ilə oturdu. Hamı qızıl kürsüyə, qonaqlardan birisi heyrətli işdir deyə söylədi: "Biz bu yolun qırağından keçərkən bu sözləri söyləyən bir ses eşitdik birdən. Tarab turub atlılar, atlılar qanadlılar. Xan evinə gedərsiz, Sıçan bəyə deyərsiz: Saçı uzun Suray xanım, boynu uzun Buray xanım. Düşüb su çuxuruna, tez özünü yetir ona." Baxdıq o yan bu yana, diqqət etdik nə qədər. Çox heyrətli bir işdir, görünmədi bir nəfər. Eşidincə bu sözü Sıçan qalxdı yerindən. Dedi: "Tık-tık xanıma kömək etməliyəm mən." Atdı noğlu şəkəri, tez çıxdı o saraydan. Tık-tık xanıma tərəf yorğalandı Sıçan. Yuvasına çatınca yaxından bir səs gəldi. Bu səs onun bağrını bir xəncər kimi dəldi. Bildi Tık-tık xanımdır, boğularkən bağırır. Öz dostunu dar gündə harayına çağırır. Tez səsinə səs verdi, o tərəfə yüyürdü. Bir kiçik gölməçəyə yetişincə nə gördü? Tık-tık xanım çuxurda boğulur, əl qol atır. Gah çıxır su üzünə, gah birdən-birə batır. Bunu gördü Sıçanın dərdi başından aşdı. Yüyürdü öz dostuna, belə şirin dil açdı. "Əlini mənə bəstərəcik, yox mən səndən küstərəcik. Əlini mənə bəstərəcik, yox mən səndən küstərəcik. Əlini mənə bəstərəcik, yox mən səndən küstərəcik. Küstərəcik ay küstərəcik, mən də sənə quyruq göstərəcik." Biraz qəmləndi, yenə toy noğlu yemək üçün qayıtdı xan evinə.